Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, Zədirək Ticarət Mərkəzində yerləşən bəzi reklam qurğularının sökülməsinə başlanılıb. Müəyyən edilmiş tələblərə cavab verməyən lövhələrin yığışdırılması ticarət mərkəzində tərəflər arasında insident yaradıb. İlkin məlumatda mərkəzin mühafizəçilərinin Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyərək ərazidən uzaqlaşdırdığı bildirilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov müraciətimizə cavab olaraq bildirib ki, Qaradağ rayon polis idarəsinin istintaq şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədi ilə fabrik ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.